Salam, hörmətli icracı. Əgər bilməlisiniz ki, evdə qeydiyyatı olan şəxslərin hansı və hüquq üstünlükləri var, diqqətlə bu video sona qədər baxın. Mən hüquqşünas Zaur Seyidzadə bu barədə məlumat verəcəm. Keçən mövzuya əvvəlcədən onu qeyd edin ki, həm hüquqşünas kimi, həm əlil arabasında olan şəxs kimi qeyd edin ki, əlil olan şəxslərin qeydiyyatına bağlı əlavə güzəşt və imtiyazları var. Dediyim kimi diqqətlə baxın videoya, hər şey sizə aydın olsun. Videonun bir qismini mən şortda qoyam. İnsanlar oradan baxır, aydın olmur. Orada videonun adını qoyan, altında da yazan tam video YouTube'da. Oradan girin baxın, hörmətli izləyicə. Belə dediyim kimi keçdim mövzuya. Zəhmət olmasa əziyyətin hələ gelməsin deyə videonu bəyənin və YouTube kanalına abunə olun. Belə keçdim mövzuya. Birinci onu qeyd edin ki, hörmətli izləyicə. Qeydiyyatı olan şəxsə 3 ildən artıq qeydiyyatı varsa, o halda mütləq evi satma fikri varsa, vergidən azaddır. 3 ildən qeydiyyatı olan şəxs evdə yaşayırsa. Digər məsələ ondan ibarətdir ki, evdə qeydiyyatınız varsa, evi səhərləşdirmək istəyirsinizsə, bu da bir üstünlükdür. Və digər üstünlüklər var, hörmətli izləyicilər, onu qeyd edirəm. 2009-a qədər qeydiyyatı olan şəxslər, yəni ev yəsi evdən çıxartmaq istəyirsə, mütləq qaydada həmin şəxsə təzminat ödəməlidir. 2009-dan sonrasa yalnız yaxın qohumlara, bu kimdir? Ata, ana, övladlar, yəni oğul, qız, ər-arvad bunlara ödənməlidir. Digər şəxslər ödəmir. Və belə qeyd etmişdim ki, əlilliyi olan şəxslər imtiyazı var. Həmin bu 2009 məsələsi əlilliyi olan şəxslər şamil olmur. Əlilliyi olan şəxs istənilən halda evdə qeydiyyatı varsa, ev yəsi onu qeydiyyatdan çıxardırsa, evdən çıxardırsa, mütləq təzminat ödəməlidir. Əhəmiyyəti yoxdur. 2009-dan qabaqdır, 2009-dan sonradır, ödənməlidir. Bunu Məclis Məcəlləsi deyir. Hörmətli izləyicilər, nəzərə alın. Mütləq qaydada. Bundan əlavə qeyd edin ki, mülkiyyət sahibi evi satdığı zaman qeydiyyatda kim varsa, onun razılığını almalıdır. Və xüsusilə qeyd etmək istəyirəm ki, 2009-a qədər kim evlənibsə, fərqi yoxdur, qaynana qaynsa evidir və yaxud da ərinin evidir. Orada yaşama hüququ var. Nəzərə alın, hörmətli izləyicilər. Əsas məsələdən biri də budur. Və mən müəyyən aydınlığa gətirmək istəyirəm, hörmətli izləyicilər. Niyə belədir? Birinci, vergi ilə bağlı məsələ aydınlıq gətirim. Vergi ilə bağlı məsələ ondan ibarətdir ki, hörmətli izləyicilər. Qanunvericilik deyir ki, əgər evdə 3 ildən artıq yaşayırsa və qeydiyyatın varsa, o halda vergidən azadsa, mütləq orada yaşamalısa. Digər qanunvericilik deyir ki, 2009-a qədər evlənmisənsə, əhəmiyyəti yoxdur, qaynana evidir, qaynata evidir, fərqi yoxdur. Orada sənin yaşama hüququn var. Və mülkiyyət sahibi səni çıxarırsa, təzminat ödəməlidir mütləq qaydada. Nəzərə alın. 2009-a qədər qeydiyyatı olan şəxslərə əhəmiyyəti yoxdur. Bu qohum evidir və yaxud kənar şəxsin evidir. Yəni qaynana qaynatanın evidir, fərqi yoxdur. Orada qeydiyyatçısı təzminat ödəməlidir mütləq qaydada və məhkəmə qaydasında yaşama hüququ tanınır. Eyni zamanda onu qeyd edin ki, qeydiyyatı olan şəxs əgər evdə yaşayırsa, onu evdən çıxardılmadan qeydiyyatdan çıxartmaq olmaz. Mütləq qaydada əsas şikayətlərdən biri budur. Birinci növbədə məhkəmə iddia icazəsi verməlisiniz ki, qeydiyyatdan çıxarmadan əvvəl evdən çıxarılsın, sonra qeydiyyatdan çıxarılsın. Amma müəyyən hallarda qeydiyyatı olan şəxs evdə yaşamırsa, o halda ev sahibi onu çıxarda bilər. Nəzərə alın. Və ondan sonra alqı-satqı edə bilər. Düzdür, qanunvericilikdə yazılır ki, mülkiyyət sahibi öz evini kimə istəsə verə bilər, sata bilər, bağışlaya bilər, fərqi yoxdur. Amma nəzarət orqanları mütləq qaydada qeydiyyatda olan şəxslərin razılığını alır, sonra edirlər. Nəzərə alın. Mütləq qaydada. Və əlilliyi olan şəxslərlə bağlı da deyin ki, əhəmiyyəti yoxdur. Gəlindir, nəvədir, oğuldur, qızdır, fərqi yoxdur. Evdə qeydiyyatı varsa, orada yaşama hüququ var. Bir daha qeyd edən ildən asılı olmayaq, hörmətli izləyicilər. Əsas məsələdən biri budur. Və onu qeyd edin ki, hörmətli izləyicilər,
Bu məsələ ilə bağlı və digər məsələ ilə bağlı hüquqi məsləhət almaq üçün qeyd olunan telefon nömrəsini əgər saxlaya bilərsiniz. YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquqi məsləhətin verilməsi 10 manatdır. Əgər yazılmazsa 50 manatdır. Nəzərəm, hörmətli izləyicilər. Əsas məsələdən biri budur. Və onu da qeyd edin ki, əgər maddi imkanınız yoxdursa, mənim 1900-dən artıq şortla birlikdə videolarım var. İstər vəsailə bağlı olsun, istər qeydiyyatla bağlı olsun, istər mülkiyyətlə bağlı olsun, istər digər məsələlərlə bağlı olsun. Var, çoxdur. Sosial yardımla bağlı olsun, pensiyayla bağlı olsun, müavinətlərlə bağlı olsun, əlilliyin təyinatıyla bağlı olsun, boşanmanla bağlı olsun, uşaqla ünsiyyətlə bağlı olsun. Var, hörmətli izləyicilər. Tanış ola bilərsiniz, çoxdur. Yəni kimin dediyin kimi maddi imkanı yoxdursa, mütləq qaydada tanış ola bilər. Yəni pulsuzdur. Amma dediyim kimi güzəştli YouTube kampaniyasını istifadə edərək hüquqi məsləhət almaq istəyirsinizsə, mütləq qaydada abunə olun, çəkin mənə WhatsApp-a göndərin. Və sizin hamımızdan xahiş edirəm ki, kimin nə sualı varsa mənə WhatsApp-a səslə göndərsin. Və bir məsələdə qeyd edin, hörmətli izləyicilər. Mütləq qaydada. Mənə müraciət etməkdən qabaq mənim videolarımla tanış olun. Tanış olun, sonra müraciət edin. Hörmətli izləyicilər. Və digər bir evrənin nəzərinizə çatdırmaq istəyir. Diqqətlə baxın, zəhmət olmasa. Hörmətli izləyicilər. Evrən ondan ibarətdir ki, mən əyri arabasında olduğuma görə Zaur Seyidzadə. İstəyən bir yer götürün, əyri dostlarımı, əyişini sataraq, eyni zamanda hüquqi yardım göstərən orada. Və bunun üçün də yəni yığmağın da yolu ondan ibarətdir ki, insanların maddi imkanı yoxdur. Yalnız YouTube'dan yığa bilərəm. YouTube'da hər ödənişə müəyyən qədər, hər baxışa müəyyən ödəniş edir. İndi onu demək istəyən diqqətlə baxın, zəhmət olmasa. Hörmətli izləyicilər. Deməli YouTube, hörmətli izləyicilər, hər 1000 baxışa 15-20 köpük pul ödəyir. 1000 baxışa da gəlib çatmaq üçün hardasa 30-40 bəyənmə lazımdır. Ona görə videonu bəyənin, kanala abunə olun, qoy inkişaf getsin, qoy qabağa getsin. Mən bilirəm, vətəndaşların imkanı yoxdur ödəniş eləməyə. Heç olmasa, xüsusilə bəyənin. Yəni sizin yerinizə ödənişi YouTube eləsin, hörmətli izləyicilər. Əsas məsələdən biri budur. Bundan əlavə, elə bir şəxslər var ki, imkanı yoxdur hüquqi yardım almağa. Mənim videolarımı göndərin olaraq, qoy baxsınlar, öz hüquqlarını bilsinlər. Yəni YouTube'a nə qoymuşamsa bu havaydır, hörmətli izləyicilər. Nəzərəm, əsas məsələdən biri budur ki, havaydır. Başqa vəkilin yanına gətirir, bir 50 manat, 60 manat sizdən pul alacaq və belə deyirəm, bir dəfədən iş gedməyəcək. Amma burada müxtəlif video olduğuna görə dəfələrlə baxıb, dəfələrlə nəysə araşdıra bilərsiniz, hörmətli izləyicilər. Diqqətinizə görə çox sağ olun, kanala abunə olmağı unutmayın. Vacib məsələdən biri budur. Dəstək üçün lazımdır. Sağ olun, hörmətli izləyicilər. Sağ olun.